İran İslam Respublikası İlham Əliyevin və Paşayevlərin tankerlərinə əl qoydu. Buna səbəb Əliyevlər İran rəhbərliyindən gizlin Əfqanistandan 20 ton heroin, narkotiki qaçak yolla keçirib Avropaya daşımaq istəsə də İran bunu bilibdi. İlham Əliyevin 5 dənə tankerinə əl qoyub. 5 tankerdə belə osturdu. Tankerlərin ümumi qiyməti 1 milyard 500 milyon dollardan çoxdur, 2 milyarda yaxındır. Narkotikin qiyməti isə 3 milyard 400 milyon dollar. Həmçinin gəmilərdən qaçaq yollarla Xəzərdən gətirilmiş Rusiya nefti olubdur. Həmin neftə Azərbaycan neftini qatıb Avropaya aparırmışlar. Əliyevlərin ümumilikdə düşdüyü ziyan 5 milyarddan yuxarı 6 milyarda qədərdir. İçinin neftini də nəzərə almayıblar burada. Alsalar o 7-8 milyard getdi. Bəlkə də biraz da yuxarı. Minimum 5 milyard İran İlham Əliyevin götünə qoydu. İndi İlham Əliyev o tankerləri geri almaq üçün İsraili mi satacaq? Netanyahu mu satacaq? İsrailin bizdə olan silahlarının texnologiyasını mı satacaq? Bazaların yerini mi satacaq? İlham Əliyev özü şərəfsiz, binamus bir qeyrət. Ətrafı da ancaq bu qəbildən olan insanlar toplusundan ibarət. Vay, vay, vay. Britaniya gəmilərə həbs qoydu. Britaniyaya Avropa, Amerikada qoşuldu. Vay, 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 vay. Zəngəzur gəmisindən belə, Mübariz gəmisindən belə hamısı getdi. Getdi. 5 dənə hələ ən tanınmış şəxsiyyətlərimizin adı verilən gəmi daxil, üstəlik icarəyə götürülənlərdən də bir yerdə 100-150 gəmi içərdədir. Çin deyirək gicdallah gəbura. Hindistan deyirək gicdallah gəbura. Pakistan deyirək gicdallah gəbura. Mənim 5 dənə gəmim icarədə idi. Mənə dəxli yoxdur. Mənim gəmimi ver. Gəmini də İlham Əliyev icarəyə götürüb, sanksiya düşüb dünyanın bir çox ölkələrində limanlarda həbs edilibdir.